Deyirik ki, xaricilər gələcək Bakı. Bu xarici gəlib Bakıda Nə nəyə görürlər? görüb deyəcək ki, bu Bakı çox qədim şəhərdir, köhnə şəhərdir. Nəyə əsasən? Təbii ki, bir Bakılı olaraq Bakı şəhərini çox istəyən bir adam kimi, yəni təbii ki, mən şəhərin deyək ki, böyüməsinə də, çiçəklənməsinə də, deyək ki, şəraitin yaxşılaşmasının da tərəfdarıyam. Amma bu prosesdə biz nəyi itiririk? Biz o şəhərin deyirik köhnəlik, qədimlikni itiririk. Bax, mən dünən müəyyən səbəblərdən Təzəpirdə idim. Orada onun ətrafını gördüm. Həqiqətən də çox tarixi, çox Bakının xüsusiyyətlərini özündə cəmləşdirən memarlıq abidələridir onlar. Onları bax söküntü, yəni sökülmə ərəfəsində olduğunu, yarı sökülmüş vəziyyətdə olduğunu görəndə həqiqətən də çox belə bir acı hisslər keçirtdim mən ki, yəni biz faktiki olaraq biz bunu Bakının o xüsusiyyətini və deyirik ki, xaricilər gələcək Bakı. Bu xarici gəlib Bakıda nəyə görüb deyəcək ki, bu Bakı çox qədim şəhərdir, köhnə şəhərdir. Nəyə əsasən? Ki, bunun özünə məxsus nə bilim Dubaydan və ya hardan fərqli olaraq buna Doxadan və s. fərqli olaraq bunun öz memarlıq xüsusiyyətləri var. Nəyə əsasən bu bunu deyəcək? Və biz sabah necə sübut eləyəcəyik ki, Bakının qədim tarixi var?